Salam əziz şagirdlər. Bu gün sizinlə 21 dekabr 2025-ci ildə uğur kurslarının keçirdiyi buraxılış imtahanının ingilis suallarını izah ilə başlayırdıq və 9-cu siniflərə əvvəlcə baxaq. Choose the correct variant. Düzgün variantı seçin. We have 30. Biz bilirik ki, miqdar sayından sonra, yəni biri çıxmaq şərti ilə yerdə qalan miqdar saylarından sonra cəm isim gəlməlidir. 30, 30 deyirsə, cəm isim götürəcəyim üçün K təkdir, B-ni çıxaram. Şib həm tək həm cəmdə, yəni tək və cəm eyni olanda qalsın. A, C, D variantları qalır. 10 yenə miqdar saydı, özündən sonra cəm isim istəyir. Bu da baxıram. D və Y-də hen təkdir deyə D ilə yeni çıxaram. Və sonra isə and-dən sonra E artiklı verdiyi üçün bir deməkdir, tək isim götürməliyəm deyə A-da donkeys cəmlənib A-nı çıxaram. Yenə qalar C variantı. We have 30 sheep, 30 qoyun, 10 hens, 10 toyuq, and a donkey və bir uzun qulaq. Ondan və farm firmamızda var. 57-ci sual. Choose the correct sentence in the genitive case. Yəli halda olan düzgün cümləni seçməyimizi istəyir. The Wilson's house is near the river. Biz bilirik ki, Z artiklından sonra əgər soyad gəlirsə, bu bütün bir ailəni bildirir və soyad cəmlənib apostrof qəbul etməlidir. Burada apostrof S verilib. A səhvdir. Yəni S apostrof olmalıydı. My uncle's going to. Əgər ing-li going-dən sonra to varsa, bu yəli hal sayılmır. B də çıxır. Is going to ifadəsidir. Helen's əgər apostrof S-dən sonra başqa səs gəlirsə, bu da yəli hal sayılmır və in də sözün olduğu üçün ümumiyyətlə in, on, at bunlar gələrsə də yəli hal sayılmır. C də çıxır. Frank's laughing at you. Frank is laughing at you. Sənə gülür dediyi üçün D də çıxır. Həmçə burada what's the matter? Bu da yəli hal deyil. Yəni biz bilirik ki, yəli hal isim düsturuna tətbiq olunur. Yenə də baxırıq. The boy's friend is coming today. The boy's friend, oğlanların dostu gəlir dediyinə görə Y variantı doğrudur. Yəni, oğlanlar cəm olmuş olsa belə, onları bir dostundan söhbət gedə bilər. Choose the incorrect variant. Bizə diqqətli olun, incorrect deyir. Düzgün olmayan variantı seçməyimizi istəyir. So much loud noise. Much üzündən sonra saymayan isim qəbul edir. Bu doğrudur. Biri götürməyəcəyim üçün C, D və yeni çıxacam. So much heavy raindrops. Much özündən sonra saymayan qəbul edir. Ondan sonra cəm isim gələ bilməz deyə ikini götürərəm. Doğru olmayanlar istəyir. So much wrong informations. Information cəmlənmir, S qəbul etmir deyə 3-də götürərəm. Elə A variantı qalar. So much delicious food. Bəli, muchdan sonra saymayan gəlir. Food da sayılmır. 4-də qalar. Yəni götürməyəcəm. Choose the correct variant. Düzgün variantı seçin. She can't buy a ticket because she hasn't got money. O bilet ala bilmir çünki onun money, pulu yoxdur. Deyəcək çox güman ki, Mary'dən sonra sayılan cəm isim gəlir deyə A-nı çıxaram. Few'dan sonra cəm isim istəyir, B-ni çıxaram. Little'dan sonra saymayan isim gəlir. Halbuki little notla bərabər olduğu üçün notla eyni cümlədə istifadə olunmur. C-ni çıxaram. Maçdan sonra da saymayan isim gəlir, bu qalsın. Not enough. Burada onsuz da bir not olduğuna görə ikinci notu yerləşdirə bilmirəm deyə yenə də çıxıram. İki inkar bir cümlədə olmaz. Qalır match. D variantı. 60-da. Choose the correct tense form. Düzgün zaman formasını bizdən istəyir. The children at the party yesterday. Mən bilirəm ki, yesterday olan cümlədə mən keçmiş zaman götürməliyəm. Keçmiş sadə zaman götürməliyəm. Take part. İştirak edir indiki zamanda deyə A-nı çıxaram. Takes part yenə indiki sadə zamanda çıxaram. Had taken part bitmiş zamandır. Had P2 varsa bu keçmiş bitmiş zamandır. Nə olsun had keçmişdir. Özündən sonra P2 varsa bu artıq bitmişi göstərir. C-ni çıxacam. Was taking part. Was-dan sonra ing, əgər was tək olsaydı və yaxud da was P2 olsaydı götürə bilərdim. Halbuki was-dan sonra ingli feili varsa bu da davam etsin göstərir. Bu da mənə aid deyil ki, çıxıram, qalır took part. İştirak etdi, sadə. İştirak etdilər daha doğrusu. Choose the correct variant. Düzgün variantı seçin. Nöqtə is tək xəbər olduğu üçün zisdən sonra cəm xəbər gəlməlidir. B-ni çıxaram. Nöqtə car isim olduğu üçün isimli işləyən lazımdır. A-da your'dan sonra isim olmaz. A-nı çıxaram. D-də mine'dan sonra isim olmaz. D-ni çıxaram. Qalıram C ilə Y arasında. Aren't cəm xəbərdir, hi-də isə is olur normalda və axırı düşmür. Ona görə də yeni də çıxsam qalacaq C variantı. 62-də. Today basketball is a
sport tək olduğu üçün ora e artikli qoymalıyam. For many teenagers. Əgər mən ora a popular sport qoysam, uyğunlaşacaq güman ki. Bəs niyə görə B-ni qoya bilmərəm? Sport sayılan tək isim olduğu üçün a more popular sport olmalıdır. B çıxar. N ilə C-də də a very popular sport olmalıdır. C-də çıxar. Əgər üstünlük dərəcəsi və sifətə aidsə, the most, daha doğrusu yes, sifətin üstünlük dərəcəsidirsə, ismə aid olduğu üçün Z artikli olmalıdır. D-ni çıxaram. Qalar da elə üz istəyirəm. Yeni də çıxaram. Çünki match varsa a much more popular olmalıydı deyə bu da çıxar, qalar A variantı. Düzəldək. Güzel. 63'də yenə doğru variantı istəyir bizdən. The boy walked up to one of mənə göstərir ki, bu da üstün dərəcəsi olmalıdır. Hills in the area, yəni ya tək izalıdırsa ZS, sifətin sonuna S əlavə edirəm. Çox izalıdırsa sifətin əvvəlinə Z-mostu qoyuram. Tall A dərəcədir, A-nı çıxaram. Tallest üstünlük dərəcəsidir, halbuki Z artikli çatışmır deyə B-ni çıxaram. Taller müqayisədir, çıxaram. More taller deyə bir variant ümumiyyətlə olmur, çünki R-lə more olmaz. Yeni çıxaram. The tallest variantı qalır. D variantı. Choose the correct variant. Amazon River. The Amazon River is üçüncü sayılarla article işlədirdik. Z artikli qoyurduq. Is one of. Burada longest. Yenə üstün dərəcəsi olduğu üçün the longest rivers in the world. Choose the correct tense form. Düzgün zaman formasını seçmemizi istəyir. Look, bax. Those two men to break into our neighbor's car. Let's call police. Əgər cümləmiz feillə başlayırsa, yəni əmr cümləsi ilə başlayırsa, yəni bu tipdə cümlələr görsəniz, o zaman burada sən indiki davam et zaman istəyir. Bir də diqqətli olmalıyıq. Şəxs xəbər uzlaşması. Is tried. İndiki sadə zamanın məhsuludur. Çıxaram. Try keçmiş zamanda çıxatsam, çünki indiki zaman istəməndən are try də məhsuldur, çıxıram. Qalıram is trying ilə are trying arasında. Burada two men cəm olduğu üçün is he she ilə işlənir. B-ni də çıxatsam, qalacaq Y variantı. Those two men are trying. 66-da choose the correct tense form. Yenə də zaman formasını istəyir. The parents their children for a walk once a week every Saturday. Once a week. Həftədə bir dəfə. Bu indiki sadə zamanı istəyir bizdən. Every Saturday, hər 6-cı gün. Bunlar bizdən indiki sadə zamanı istəyir. Yəni sadə qoymalıyam. Article davam edən zamanda zaman zərfim uyğunlaşmır. B-ni çıxaram. Had ümumiyyətlə keçmiş zamanda C-ni çıxaram. Mənə indiki lazımdır. Qalıram. Have taken-da indiki bitmişdir. Yenə zaman zərfinə uyğunlaşmır. Y-ni çıxaram. Aynen D arasında qalacam. Burada artıq şəxs xəbər uzlaşmasına baxıram. The parents cəm olduğu üçün ona S yox. Boş take-in özü olmalıdır. The parents take. Çünki takes, yəni sonu S-li olanlar he she'də istifadə olunur. Choose the correct variant. I bought a new bag from the market near our house. Evimizə yaxın olan marketdən bir çanta aldım dediyinə görə E və Z bu olur B variantı. Choose the correct pronouns. The workers were prepared for the meeting. Workers cəmdir, xəbər də cəmdir. Each of-dan sonra cəm isim tək xəbər gəldiyi üçün bir çıxaram. Every-dən sonra of yoxdur onsuzda. Every-dən sonra tək isim tək xəbər gəldiyi üçün 2-ni də çıxaram. Neither of-dan sonra da cəm isim tək xəbər gələcəyi üçün 3-ə çıxaram. Some of-dan sonra cəm isim varsa cəm xəbər 4-ü götürürəm. All-dan sonra da əgər yenə də yəni of-la da gələ bilər. Boş Z artiklindən da birbaşa cümləmiz başlaya bilər. All the workers cəm isim və cəm xəbər 5-i də götürərəm. 4 və 5. Əgər vaxt olarsa qısa mətnləri və böyük mətnləri sizin üçün tərcümə etməyə, izah etməyə çalışaram. Bu günlük bu qədər. Sağ olun.